Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, 5.2 oksidlərin suallarına baxırıq 8-ci sinifdən. pH maddəsinin yanmasından difosfor, pentaoksid və su alınır. Gəlin bu reaksiyonu tərtib eləyə baxın. pH bu fosfindir. Yanma dedikdə oksigenlə yanma nəzərdə tutulur burada. Oksigen özü yanmır, yanmaya kömək edir. Amma bütün maddələr də oksigndə yanır deyə bilmərik. Buradan baxın, nə alınır? Difosfor. Di neçədir? 2, yəni fosfordan 2 dənədir bu birləşmədə. Pentaoksid. Penta neçədir? 5. Burada baxın, bu hissədə var elə Yunan ədədləri. P2O5 alınır və su alınır yazıb. Suyun formulu nədir? H2O. Gəlin indi baxaq. Sağda biz neçə dənə fosfor görürük? 2 dənə. Burada 2 yazaq. Deməli, burada olduğu 2 üçün 6 dənə hidrogen, burada 3 yazsaq, bu zaman oksigenləri sayaq. 5 dənəsi burada, 3-ü də burada, 8 dənə. Bunun qarşısına düşür 4. Oksigen qarşısına 4 düşür, əmsallaşdırdıq. Sonra ikinci suala baxaq. Bizə burada oksidlər verib, oksidləri adlandırın deyir. Gəlin bir-bir bunları adlandıraq. Deməli, başlayaq. Lityum 2O. Lityum 2O deyirik, məsələn, xrom 2O3 deyirik. Bu onların qısa oxunuşudur. Beynəlxalq sistemdə adlandırılması isə kitabda qayda verilib. İndi bir-bir mən də burada deyəcəm sizə. NO, N2O3, hələ ki bunları yazaq. Deməli, metal oksidlərini adlandıranda nə edirik? Metal əgər sabit valentlidirsə, metalın valentliyini demirik. Əvvəlcə metalın adını deyirik. Lityum, lityum. Sonda isə oksid sözü. Bu olacaq lityum oksid. Çünki lityum 1 valentlidir. Amma ikinci xrom 2O isə xrom 3 valentlidir. Baxın, bu 3 bunun valentliyidir. Və oksidlərdə də oksigen 2 valentli olur. Bir dənə CO istisnadır. CO da, baxın, burada CO verilib. Bir dənə CO da oksigen 3 valentli olur. Qalan hallarda 2 valentlidir. Deməli, burada dəyişkən valentli olduğu üçün mən valentliyi mütləq şəkildə qeyd etməliyəm. Əgər qeyd etməsəm, onda bilməyəcəm bu xromun hansı oksididir. Xrom 3 oksid. Valentliyi də yazanda rum rəqəbi ilə yazırıq mötərizdə. Sonra mis dəyişkən valentlidir. 1 valentlidir. Baxın, bu ümumiyyətlə 2 elementdən ibarət birləşmələrdir. Formulu yazmaq asandır. Bunun ayağındakı bunun valentliyi çarpaz keçirdisi və oksigenin ayağında heç nə yoxdur. Axı heç nə yoxdur demək 0 demək deyil. Yəni o bir dənədir. Bir də misin valentliyidir. Mis 1 oksid. Sonra suyu adlanır. Bu tarixi adıdır su indi. Deməli, necə olacaq? Bunu necə adlandıracağıq? Bu burada əslində bu qeyri-metalları adlandıranda artıq adlandırmada Yunan ədədlərindən istifadə edirik. Burada neçə dənə hidrogen görürük? 2. Dihidrogen, monooksid. Oksigen bir dənədirsə, onu mütləq şəkildə deməliyik. Amma birinci yazılan qeyri-metal bir dənədirsə, onu demirik. Yəni burada mono, azot demirik. Deyirik azot, monooksid. Amma burada mono, di, tri bunlardan niyə istifadə edirik? Məsələn, azotun baxın elə NO, N2O3 verilib. Əgər mən orada bir dənə oksigen olmağın, 2 dənə azot olmağını qeyd eləməsəm, bilməyəcəm ki, bunun formulu hansıdır. Burada indi 2 azot görürəm. Necə olacaq? Diazot, trioksid. Siz belə alt-alta yazmırsınız, bunun adını belə ardıca yazırsınız. Sonra bu tərəfə keçək, nə qaldı? Deməli, N2O3, NO2, N2O5, silisium O2, CO2, SO3, xlor 2O7. NO2. Bir dənə azot var. Azot. 2 dənə oksigen olduğu üçün dioksid. Burada da olacaq diazot. 5 dənə oksigen olduğu üçün pentaoksid. Sonra silisium, dioksit. Burada karbon, dioksit. Bunun da tarixi adı karbon qazıdır. Silisium üçün tarixi adı kvars qumudur. SO3 deməli kükürt, trioksid. Xlor 2O7 isə dixlor.
Xlor 2 dənə daxil. Dixlor, deməli, hepta 7 dənə oksigen olduğu üçün hepta oksid olacaq. Belə, bazlandırdıq hamısını. Sonra bizə nə deyir? Metanın natamam yanmasından karbon qazı deyil, dəm qazı əmələ gəlirsə bu reaksiyanın tənliyini tərtib et. Metan nədir? CH4 üstəgəl. Natamam yanma o demək ki, yəni o mühitdə oksigen azdır. Dəm qazı necə yazılır? CO. Baxın, CO2 karbon qazıdır, CO dəm qazıdır, CO zəhərlidir. Üstəgəl buradan su da alınır. Tənliyi tərtib etdik, bunu əmsallaşdıra da bilərik. Bura 2 yazsaq, burada 2 yazsaq. Bura 4 yazsaq 6 dənə oksigen, bura düşür 3. Belə. Sonra öyrəndiklərinizi yoxlayın. Hissəsindəki suallara baxaq. Deməli, NH3, SO2, kalium NO3, natrium 2 maddələrdən hansılar oksiddir? Cavabınızı əsaslandırın. Baxın, bir maddənin oksid olmağını bilmək üçün ən vacib əslində bir şey odur ki, burada məsəl üçün sizə natrium 2O2 də verə bilərdi. Natrium 2O2-də oksigen mənfi bir oksidaşma dərəcəsi göstərir. Mənfi birisi olmaz. Amma natrium 2O-da mənfi 2 oksidaşma dərəcəsi göstərir. Yəni oksigen mənfi 2 oksidaşma dərəcəsinə malik olmalıdır. Biri oksigen olmalıdır, digəri isə qeyri-metal və yaxud da metal olmalıdır. Burada yəni ola bilər SO2 və natrium 2O. Natrium 2O. Kalium NO3-də görürsünüz 3 müxtəlif element var. NH3-də isə oksigen ümumiyyətlə yoxdur. Yəni istəyirsiniz oksidlərin tərifini yazıb bunu yazın və yaxud da istəyirsinizsə, yəni olmayanları sübut üçün yazmaq istəyirsə, NH3-də oksigen yoxdur yazın. Kalium NO3-də də 3 fərqli element vardır, yaza bilərsiniz. İkinci sual, kalsium, alüminium, kükürt və hidrogenin yanma reaksiya tərkiblərini tərtib et. Deməli, ikinci sualı burada yazaq. Kalsium, alüminium, kükürt, hidrogen. Kalsiumun oksigenlə reaksiyasına kalsium oksidi alınır. Alüminiumun da oksigenlə reaksiyasından alüminium oksidi alınır. Baxın, kalsium 2 valentlidir. Oksidlərdə oksigen 2 valentli olur. Ona görə heç birinin indeksinə heç bir şey düşmür. Alüminium 3 valentlidir. Ona görə çarpaz keçirsəz bu formada olacaq. Kükürt oksigendə yananda SO2 əmələ gəlir. Hidrogen də oksigendə yananda su əmələ gələcək. Təncləri tərtib etdik. Metal oksidlərini adlandırın deyir 3-də. Gəlin baxaq. A-da necə olacaq? Dəmir dəyişkən valentlidir. 3 valentli olmağı qeyd eləməliyəm burada. Dəmir 3 oksid. B bəndində xrom 2 valentlidir burada. Normalda da dəyişkən valentlidir. Xrom 2 oksid. C bəndi. Kalium sabitdir. Ona görə valentliyini demirik. Kalium oksid. D bəndi. Mis dəyişkən valentlidir. Valentliyini deməliyəm. Mis 2 oksid. Y bəndi. Magnezium da sabitdir. Magnezium oksid. Valentliyini qeyd etmirik. Oksidlərin formulunu tərtib edin. Artıq burada əksinədir. Bu səfər adları verib biz tərtib etməliyik. Alüminium oksid. Alüminium 3 valentlidir. Oksigen isə 2 valentli. Alüminium 2O3. B bəndi civə 2 oksid. Bu formada olacaq. Hər ikisi 2 valentli olduğu üçün indeks 80 düşmür. Mis 1 oksid. Belə olacaq. D bəndi sink oksid. Sink 2 valentlidir. Heç birinin ayağına heç nə düşmür. Y bəndi diazot deyir. Baxın, azot 2 dənədir. Trioksid, oksigen 3 dənədir. F bəndi kükürt, dioksid, oksigen 2 dənədir. D deyir. C bəndi azot monoksid. Azot da oksigen də 1 dənədir. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. H bəndi karbon dioksid, oksigen 2 dənədir. Ayağında 2 yazırıq. Bu qədər, sağ olun.